Salam. Bugün size yeni sınav toplumumuzdan sınav üçün izahını istəyəcəm. Çünki bu sınavın izahını çox istədilər məndən. Çalışacağım vaxt daxilində tam izahını verim. Kütləsi 5268 olan zülalın tərkibində cəmi 51 peptid rabitə var. Əgər 51 peptid rabitə varsa, deməli 52 də amin turşu var və radikalların kütlələrini istəyir. Çünki radikalların kütlələri dəyişkən ola bilər. 52 amin turşunu vururam. Orta funksional hissənin orta kütləsi 56-ya, 2 vur 6, 12, 1 yadda, 31, 5 vur 2, 11 yadda, 26, 2, 1, 9, 2. Üstünə də 18-i gələcəm. Çünki birinci və sonuncu, birincidən o har, sonuncudan isə h ayrıldığına görə 18 əskik hesablamışam ümumən. Onu 18-i də əlavə eləsəm bura olur 2930. Ümumi kütlədən 5268-dən funksional hissələrin kütlələrini çıxaramsa nə qalır? 8, 3, sonra 3, 2. 2338 doğru cavab B variantı olacaq. İkinci sual. Həşəratın qarıncıq boğumlarının sayı n, döş boğumlarının sayı isə m olarsa, stigmaların cəmi hansı ifadə ilə müəyyən oluna bilər? Bunu silirəm. Bilirik ki, birinci döş boğumunda stigma yoxdur, sonuncu qarıncıq boğumunda stigma yoxdur. Yerdə qalan bütün boğumlarda stigmalar, yəni nəfəsgahlar var. N qədər qarıncıq boğumunda bir dənə sonuncunu çıxıram. N çıx 1 qədər boğumda hər birində də 2 ədəd stigma var. Yəni 2N çıx 2 qədər stigma var. M qədər döş boğumunda M çıx birinci döş boğumunu çıxıram. Vururam 2-yə, hərəsində 2 dənədir. 2M çıx 2 qədər stigma var. 2N çıxılsın 2, üzərinə gəl 2M çıxılsın 2. Burada qalır 2N üstə gəl 2M çıxılsın 4. Və bunu da sadələşdirirəm. 2-ni çıxardıram mötərizə xaricinə. N plus M, 2N plus M çıxılsın 4. Deməli, doğru cavab olacaq A variantı. Növbəti sual, üçüncü sual. Çox hüceyrəli bir canlının əmələ gətirdiyi qametlər aşağıdakı kimidir? Buradakı qametlər verib. Görürəm ki, 8 surt qamet verib və bu qametlərdən başqa fərqli bir qamet əmələ gətirməyən canlı haqqında hansı fikirlər doğrudur? Kresingover baş verməmişdir. Bu canlı 8 sort qamet verirsə və 4 əlamətə malikdirsə, onda demək belə çıxır ki, əlamətlərdən ikisi müxtəlif homoloji xromosomların üzərində, digər ikisi isə eyni homoloji xromosomun üzərində yerləşir, yəni ilişiklidir. Çünki Kresingover baş vermədiyi halda bu şəkildə 8 sort qamet əmələ gələ bilər. Amma hansı qametlər A və B yoxsa böyük C və böyük D genləri ilişiklidir? Verilən qamet sortlarına baxanda görürəm ki, A böyük A böyük B və kiçik A kiçik B hər zaman bir yerdədir. Amma böyük A ilə kiçik B-ni, kiçik A ilə böyük B-ni heç vaxt bir yerdə görmürəm. Və buradan belə bir nəticə çıxardıram ki, böyük A və böyük B genləri eyni homoloji xromosomun üzərində ilişikli olaraq nəslə ötürülür. Deməli, böyük C və kiçik C, böyük D və kiçik D genləri isə müxtəlif homoloji xromosomlar üzərində yerləşir. Belə olan halda bu şərt özünü doğruldur. Bu mənə 2 sort qamet, çünki Kresingover baş verməmişdir deyir şərtdə. Bu 2 sort, bu da 2 sort. 2 vur 2, 4, 4 vur 2, 8 sort qamet əmələ gələr və bunun xromosom dəsti 3 cüt xromosom görürəm burada. 1, 2, 3, 4, 5, 6 xromosom görürəm. Yəni 2 eyni 4 yox 6-dır. O zaman bir doğru deyil. A və B genləri ilişikdir. 2 doğrudur. Tüm genlər fərqli xromosomlarda xeyr. A və B genləri eyni xromosomun üzərindədir. Ona görə 3 də doğru deyil. C və D genləri ilişiklidir, səhvdir. Çünki əgər C və D genlərini eyni xromosomun üzərində göstərsəydim, Kresingover baş vermədiyi halda necə böyük C ilə kiçik D bir yerə düşərdi və yaxud kiçik C ilə böyük D bir yerə düşərdi? Kresingover baş verməyib axı. Ona görə D variantı da yanlışdır. Deməli, doğru cavab yalnız yalnız 2, yəni Y variantı olacaq. Dördüncü sualda aşağıdakı cədvəldə 4 canlının aid olduğu sistematik taksonlar verilmişdir və buna görə aşağıdakı canlıların hansılarının zülal müxtəlifliyi daha azdır?
Biz zülal müxtəlifliyi daha azdır deyirsə, yəni zülal oxşarlığı daha çoxdur. Yəni daha kiçik sistematik kateqoriyada birləşən canlıların zülal oxşarlığı daha çox olur. Məsələn, eyni növə aid olan fərdlərin zülal oxşarlığı daha çoxdur, müxtəlifliyi daha azdır. Amma bu 4 fərdin heç biri eyni növdə birləşmir. Bax, fərqli-fərqli göstəribdir. Cinsdə də birləşmir, üç fəsilədə də birləşmir. Dəstədə baxıram ki, 1 ilə 4-ü eyni hərflə işarə eləyibdir. Deməli, 1 ilə 4 eyni dəstəyə aiddir. Eyni dəstəyə aiddirsə, eyni sinifə, tipə və aləmə də aid olacaq. Və deməli, 1 ilə 4 bu verilənlərin içərisində ən kiçik taksonda, yəni dəstədə birləşirlər. Ona görə onların oxşarlığı, zülal oxşarlığı daha çox, zülal müxtəlifliyi isə daha az olacaq. Doğru cavab C variantı olacaq. 5-ci sual, hansı bitki və ya bitkilərin endosperm hüceyrəsində bir ədəd Y cinsi xromosomuna rast gəlinər? Bu deməkdir ki, mərkəzi hüceyrəsi XX-dır ki, bir dənə spermi Y gəlib birləşib buna və endosperm olub XXY xromosom dəsli, yəni bir dənə Y cinsi xromosomu var. Və deməli, mərkəzi hüceyrə XX-la işarə eləyirəmsə, spermini Y-lə işarə eləyirəmsə, deməli, erkəyi heteroqamet olan canlını, bitkini seçməliyəm. Erkək heteroqametlər isə kənaf, elodeya və maya sarmaşığıdır. Çiyələk bitkisində isə dişi heteroqametdir. Doğru cavab A variantı olacaq. Bunu təmizləyirəm və növbəti suala keçirəm. Tetraploid bitkinin dişiciyi, tetraploid deməli, dişi bitkini 4N tetraploid götürəcəm. Erkək bitkini isə diploid bitkinin tolcuğu ilə tozlanmışdır. Yəni 2N götürəcəm. 2 qat mayalanmadan sonra əmələ gələn hissələrdən hansının xromosom dəsti doğru göstərilmişdir? Endosperm. Endosperm mərkəzi hüceyrə dişidən gəlir və dişinin hamısını götürürük 4N. Sperm isə erkəkdən gəlir, yarısını götürürəm N. 4N və N birləşir 5N. Deməli, endosperm 5N bu doğrudur. Meyvə yanlığı 3N. Meyvə yanlığı dişi bitkinin, ana bitkinin xüsusiyyətlərini daşıyacaq tam olaraq 4N olmalıdır. Burada isə 3N göstərib, ona görə onu götürmürəm. Toxum qabığı da ana bitkinin xüsusiyyətlərini daşıdığı üçün 4N olmalıdır. Burada da 4N göstərib, o deməli doğru göstərilib. Düşeym 3N. Düşeym yumurta hüceyrə, baxın, dişi bitki 4N isə yumurta hüceyrə 2N olacaq. Dişinin də yarısı, erkəkdən də spermi, yəni erkəyin də yarısı 2N, N birləşəndə nə olur? 3N. Deməli, düşeymin 3N olaraq xromosom dəstinin göstərilməsi doğrudur. Meyvənin lətli hissəsi də, bəli, ana bitkiyə məxsus olacaq yalnız və 4N olacaq. Bu da doğru göstərilmişdir. Doğru cavab 1, 3, 4, 5 versiyaları, yəni A variantı olacaq. 7-ci sualda qəşəng maraqlı sualda tədqiqatçı ağacın oduncağında diametri 10 sm olan A, diametri 8 sm olan B və diametri 14 sm olan C illik halqalarını müəyyən etmişdir. Bununla bağlı verilmiş fikirlərdən hansı doğrudur? Gəlin əvvəlcə çəkək. Ən böyük diametri olan 14 sm-lik illik halqadır. Onu C ilə göstərəcəm. Ondan bir qədər kiçik 10 sm olan bunu A ilə göstərəcəm və digəri 8 sm olan bunu da B ilə göstərəcəm. Və deməli, B daha kiçikdir, özəyə daha yaxındır və C isə kambiyə daha yaxındır, çünki o kənardadır. Belə çıxır ki, hər dəfə yeni illik halqa əmələ gələndə əvvəlki özəyə doğru çəkilir, bilirik. Deməli, ən yaşlısı B illik halqasıdır, ən cavanı isə C illik halqasıdır. Və variantları oxuyuram. A, ən cavan illik halqa C halqasıdır. Bəli, bu artıq dedik ki, doğrudur. A halqası B halqasından əvvəl yaranmışdır. A halqası B halqasından sonra yaranıb ki, B-ni sıxışdırıb özəyə tərəf özü tutub onun yerini. C halqası A halqasından əvvəl yaranmışdır. Xeyr, o da dedik ki, yeni yaranıbdır. A halqası özəyə yaxındır. Özəyə yaxın B halqasıdır, görürəm. B halqası kambiyə yaxındır. Kambiyə yaxın olan C halqasıdır, görürəm. Doğru cavab A variantı oldu. 8-ci sual. Doğru ifadələri seçin. İnsanın gövdə skeleti yastı sümüklə birləşmə əmələ gətirə bilər. Ümumiyyətlə, gövdə skeleti nədən ibarətdir? Fəqərələrdən ibarətdir. Omurğa sütununun fəqərələrindən ibarətdir. Sonra döş qəfəsinə əmələ gətirən döş sümüyündən ibarətdir və yenə də döş qəfəsinə əmələ gətirən qabırğalardan ibarətdir. İndi oxuyurum.
Yastı sümüklə birləşmə əmələ gətirər. Gətirər. Birinci boyun fəqərəsi yastı sümüyü olan ənsə sümüyünə və yaxud da olma fəqərələri yastı sümüyü olan çanaq sümüyünə birləşmişdir. Deməli, bir doğrudur. Oynağın əmələ gəlməsində iştirak edir. Bəli, birinci boyun fəqərəsi atlas ənsə sümüyü ilə oynaq əmələ gətirir. Deməli, 2 də doğrudur. Quruluşca 3 növ sümükdən baxıram. Fəqərələr qarışıq, döş sümüyü yastı, qabırğalar isə yastı sümükdür. Yəni 2 növ sümükdən. Burada isə 3 növ yazıb, 3 səhvdir. Hərəkətsiz birləşmə əmələ gətirə bilər. Bəli, onurğanın demək, olma və büzdüm fəqərələri hərəkətsiz sümük birləşmələridir. Bəli, bu doğrudur. Qarışıq sümüklə birləşmə əmələ gətirə bilər. Bilər, döş sümüyünə 2 ədəd körpücük sümüyü birləşmişdir. Bu da qarışıq sümükdür. Deməli, 3-dən başqa hamısı doğrudur. A variantı doğru olacaq. 9-cu sual. Qaraciyər solucusunun hansı orqanoidi kirpikli sürfə mərhələsində aktiv olduğu halda yetkin fərd mərhələsində fəal olmur? Bu mitoxondridir. Çünki yetkin fərd o anaerob mühitdə yaşadığına görə o oksigensiz, yəni qlukoliz yolu ilə enerji əldə eləyir. Mitoxondri fəaliyyət göstərmir, lakin kirpikli sürfə isə aerob mühitdədir, oksigenli tənəffüs edir və bu zaman mitoxondri fəaliyyət göstərir. 10-cu sual. Daxili qulaqda sümüklü labirintin daxilindəki maye hansı terminlə ifadə olunur? Daxili qulaqda ilbiz adlanan orqanda sümüklü labirintdir. Onun içərisində perilimfa, sümüklü labirintin də içərisində zarlı labirintdir ki, onun da içərisində endolimfa maisi yerləşir və hansı ki, korti orqanı oradadır. Deməli, burada doğru cavab sümüklü labirint dediyinə görə onun içərisindəki maye də perilimfa adlanır. 11-ci sual. 7-ci sinif dərsliyində bunun şəkli verilmişdir. Çəyirtkələrdə olan tullandırıcı ayağı görürük X-də, Y-də, milçəklərdə, ağcaqanadlarda olan yürüyücü ayaq formasını görürük. Su həşəratlarında üzücü ayaq forması bu şəkildə olur. Və yaxud da dana dişilərdə olan qazıcı ətrafları da bu şəkildə olduğunu bilirik. Ona görə doğru cavab A variantı olacaq. 12-ci sual. Şəkildə müxtəlif canlıların ürəyinin quruluşu verilmişdir. Buna əsasən hansıları söyləmək olmaz? A şəkli 3 kameralı ürək və yarımçıq ara kəsməni görürük. Deməli, bu sürünənlərə məxsus ürəkdir. 4 kameralı ürək və sağ aorta qövsü B şəklində. Deməli, bu quşlara məxsusdur. Sol aorta qövsü 4 kameralı ürəkçi şəklində. Bu da məməllərə məxsusdur. Olmaz deyir. A canlısının aid olduğu sinfin nümayəndələri ilk dəfə borulu sümük əmələ gəlib, ilk dəfə borulu sümük əmələ gəlib suda qurda yaşayanlarda, sürünənlərdə yox. Deməli, mən biri söyləyə bilmərəm, biri götürürəm. 2. Bir canlısı xordalların ən cavan sinfinə aiddir. Ən cavan sinfi quşlardır. Bəli, götürə bilərəm. C canlısı sürünənlər sinfinə aid ola bilər. Xeyr, bu məməlilər sinfinə aiddir. Sol aorta qövsünü görürəm, 4 kameralı ürək görürəm. Deməli, bunu deyə bilmərəm, olmaz deyir. Ona görə 3-ü götürəcəm. A canlısı diri bala doğan canlı ola bilər. Ola bilər, sürünənlərin diri bala doğan nümayəndələri var. Məsələn, gürzələr. B canlısında pulcuq ola bilər. Quşların da pəncə lüləsinin üzərində pulcuqlar yerləşir. Bunu da doğrudur. Yəni söyləmək olar. C canlısı klaukaya malik ola bilər. Ola bilər. Çünki ilk məməlilərdə klauka müşahidə olunur. Ona görə burada 1 və 3-ü götürürəm yalnız. Yəni söyləmək olmaz dediyinə görə. 13-cü sual. 13-cü sualda deyir ki, kərtənkələnin yumurtalığının yetişmə zonasında cəmi 12 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilmişdir. Biz bilirik ki, bir hüceyrə daxil olanda yetişmə zonasına 2 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilir və bu barədə qısa videom da var YouTube-da. Bunun izahı ilə geniş izahı bağlı, geniş yox, yəni qısa bir izah vermişəm ayrıca olaraq. Deməli, əgər 12 hüceyrədə qütblərə bir xromatidli xromosom çəkilibsə, o zaman bu tənasübü həll eləyəndə belə çıxır ki, yetişmə zonasına 6 hüceyrə daxil olmuşdur. Və 6 hüceyrə daxil olanda bilirəm ki, 6 dənə qamət əmələ gələr, 3 vur 6, 18 dənə də yönəldici cisimcik əmələ gələr. Və deyir ki, sonda əmələ gələn X cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu qametlərin sayı bir-birinə bərabər olarsa, yəni bu 6 qamətdən 3 dənəsi X daşıyacaq, 3 dənəsi də Y daşıyacaq. Alınan yumurta hüceyrələrin neçəsindən dişi fərd əmələ gələr? 3-ündən dişi fərd əmələ gələr. Çünki dişi fərd heteroqametdir. Yəni 3 dənə X-a malik spermatozoid gərək 3 dənə Y-ə malik yumurta hüceyrə ilə mayalansın ki, nəticədə XY, yəni 3 dənə dişi fərd əmələ gəlsin.
Bu zaman neçə hüceyrədə qütblərə yalnız X cinsi xromosomlar çəkilir. Bu barədə də yenə də YouTube-da başqa bir məsələnin izahında vermişəm. Əgər məsələn heteroqamit bir canlıdırsa, Y cinsiyyət xromosomuna malikdir və bu zaman birinci anafazada qütblərə həm X, həm də Y-ə malik xromosomlar qütblərə çəkiləcək. İkinci anafazada isə bax bu bir dənə Y-də Y-ə yalnız Y-ə malik xromosomlar qütblərə çəkiləcək. Nəticədə iki hüceyrə əmələ gələcək. Burada isə Y yoxdur. Ona görə də burada yalnız X-a malik hüceyrələr, xromosomlar qütblərə çəkiləcək. Deməli, bir hüceyrə daxil olanda bu bir dənə hüceyrədə qütblərə yalnız Y-ə malik xromosomlar qütblərə çəkiləcək. Burada isə 6-sı daxil olduğuna görə deyəcək ki, elə 6-sında. Deməli, doğru cavab 3 və 6 variantı, C variantı olacaq. 14-cü sual verilmiş şəklə əsasən doğru bəndi seçin. Deməli, F köküsküydür, K bölünmə zonasıdır, Z böyümə, Y sorucu, X isə ötürücü zonadır. K hissəsində əmələ gələn hüceyrələr eninə bölünərək, eninə yox, uzunluğuna bölünərək Z hissəsinin hüceyrələrini əmələ gətirəcək. Bu dərsliyin cümləsidir. Eninə sözü olduğuna görə burada uzunluğuna olmalıydı. Buna görə bir yanlışdır. Kan zonasında tam formalaşmış ötürücü borular olar. Nəinki tam formalaşmış, heç formalaşmamışdır. Çünki burada bölünmə zonasıdır. Daim bölünməklə məşğuldur hüceyrələr. Tam formalaşmamış olacaq bölünmə zonasında, tam formalaşmış isə olacaq sorucu zonada. Deməli, iki versiyası yanlışdır. Y zonasında olan əmici tellər örtük toxumasının çıxıntılarıdır. Bəli, bu doğrudur. 3-ü götürəcəyik. X zonası hesabına Y zonası vasitəsilə sorulmuş su və üzvü maddələr gövdəyə ötürülür. Torpaqdan su və üzvü maddələr yox, su və mineral maddələr sorular. Ona görə bu da yanlışdır. F hüceyrələri qalın qılaflı olub, xeyr, nazik qılaflı olub, kökün ucunu zədələnməkdən qoruyur. Və ona görə də burada yalnız 3 variantı doğrudur. Yerdə qalanlar isə yanlış oldu. Deməli, 14-cü sualda doğru cavab Y variantı olacaq. 15-ci sual. Hansı geoloji era və ya eralarda onurğalı heyvanlar mövcud olmayıb? İlk dəfə onurğalılar və bu çənəsiz onurğalılar idi, əmələ gəldi Ordovik dövründə. Deməli, ondan əvvəlki eralarda, arxev və proterozoy erasında onurğalılara rast gəlməyəcək. Doğru cavab 3 və 5 versiyası olacaq. 16-cı suala izah verirəm. Şəkildə xana balığının skeletinə aid hissələr verilmişdir. Əvvəlcə onu deyim ki, bu hissələri düzgün bilək. Bu birinci şəkildə quyruq fəqərəsidir. İkinci şəkildə isə gövdə fəqərəsidir. Bax, bu hissələr, bu dairə ilə göstərən hissələr fəqərənin cismidir. Yuxarıda bax, bu qövsdür, bu da digər bir qövsdür. Burada da bir qövsdür, digər bir qövsdür və bu qövslər birləşib üst və alt çıxıntıları əmələ gətirir. Gövdə fəqərəsində bir qövs, iki qövs, üst qövslər var. 2 ədəd birləşərək bir çıxıntı, üst çıxıntını əmələ gətirir. Lakin aşağıda qövslər yoxdur. Bax, bu hissə, bax, bura qədər olan hissə yan çıxıntılar adlanır. Dərslikdə də verir ki, buraya qabırğalar birləşmişdir. Qabırğaları isə fərqli rəngdə göstərmişdir. Baxın, bax, bu hissə fərqli rəngdə göstərilmişdir. Yəni, bütöv çıxıntı deyil, müəllimlər. Bu hissələr, bura qədər olan hissələr çıxıntılardır. Burada sərhəd bilinir. Bəlkə bu şəkildə PDF olduğuna görə yaxşı görmürsünüz, amma diqqətlə vəsaitə baxsaz görəcəksiniz ki, bu hissələr fərqli rəngdə verilmişdir və fərqli rəngdə göstərilən hissələr qabırğalardır. Çünki yan çıxıntılara qabırğalar birləşir və fəqərə, bir fəqərə, iki fəqərə, bu iki sümük deməkdir. İki qabırğa isə ayrıca iki sümük deməkdir. Deməli, burada ümumi sümüklərin sayı 4 ədəddir. Qövslərin sayı isə, baxın, bu bir qövs, 2 qövs, 3, 4. Baxın, 1, 2, 3, 4. 4 qövs burada, 1, 2 qövs burada. Deməli, cəmi 6 qövs var. Qabırğaların sayı 1 qabırğa, 2 qabırğa. Cəmi 2 qabırğa var. Cəmlədikdə 12 ədədini alacağıq. 17-ci sual. Qoyunlarda tükün qıvrım forması hamar forması üzərində demək, natamam dominantlıq edir. Gəlin burada ağ vərəq götürüm, daha səliqəli yazın.
Demək, qoyunlarda tükün qıvrım forması hamar forması üzərində natamam dominantlıq edir deyirsə, bu o deməkdir ki, böyük A genotipli fərdlər qıvrım tükə malikdir. Kiçik A genotipli fərdlər hamar tükə malikdir. Heterozigot formullar isə, genotipləri isə dalğalı tükə malikdir. Çünki natamam dominantlıqdır. Və 800 fərddən 128-i hamar tüklü olarsa, yəni 800% isə bəs nə qədəri 128%-dir və yaxud da birbaşa 128-i 800-ə bölməklə biz tapa bilərik ki, hamar rəngli fərdlərin rast gəlmə tezliyi neçədir? Bu da eləyəcək 800, 0, 8, 4, 6. Deməli, 0,16. Bu, deməli, hamar formaların bəli, hamar formaların kiçik a genotipli fərdlərin rast gəlmə tezliyidir. Əgər mən kiçik A allelinin rast gəlmə tezliyini istəyirəmsə, o zaman 0,16-nı kök altına salaram və bu da mənə verəcək 0,4. Deməli, kiçik A allelinin rast gəlmə tezliyi 0,4-dür və dominant və resessiv genlərin, allellərin rast gəlmə tezliyi hər zaman 1-ə bərabər olmalıdır. Deməli, böyük A geninin rast gəlmə tezliyi də 1-dən çıxaram 0,4-ü, mənə verər 0,6-nı. İndi məndən istəyir dalğalı tükə malik qoyunların sayını. Hər zaman Hardy-Weinberg qanununa görə genlərin nisbi tezliyi nəsildən nəslə keçdikcə dəyişmir. Yəni 1-in 2-yə 1-ə nisbəti hər zaman sabit olaraq qalır. Yəni homozigot fərdlər 1%, heterozigot fərdlər isə 2%. 1-in 2-yə 1-ə nisbəti qalmalıdır. Deməli, heterozigot fərdləri, dalğalıları taparkən hər zaman qarşıya 2 yazmağı unutmamalıyıq. 2 vurulsun, böyük A 0,6-dır, kiçik A da 0,4-dür. Bir-birinə vuranda eləyir 0,24, onu da 2-yə vuranda 0,48. Bu hissədir. Yəni, dalğalı tükə malik olan qoyunların deməli, rast gəlmə tezliyi bu qədərdir. 0,48-dir. Məndən isə sayını istəyir. Sayını tapmaq istəyirəmsə, ümumi saya taparam. Yəni ki, məsələn, 800%-dirsə, bəs 48 nə qədər 148%-dir? Və yaxud birbaşa elə hissəni 800-ə vuraram. 8 vur 8, 64, 6 yadda. 8 vur 4, 32, o da 6, 38. Sıfırı yazacağım, sonra da vergül var deyə siləcəm. 384. Bəli, doğru cavab olacaq 384. Bəli. Doğru cavab olacaq 384 C variantı. 18-ci sual deyir ki, aşağıdakı şəkildə nefronun quruluşu və strukturlar rəqəmlərlə verilmişdir. Hansı rəqəmlə verilən hissələrdə geriyə sorulma prosesi olar? Bilirik ki, nefronun qədəhə bənzər kapsulunda süzülmə prosesi gedir. Bu zaman eksidiy əmələ gəlir. Dövran və düz kanalcıqlarda isə geriyə sorulma, yəni reabsorpsiya gedir və sonsidiy əmələ gəlir. Və burada da 2, 5, 3 rəqəmi ilə mən geriyə sorulma prosesinin getdiyini söyləyə bilərəm. Doğru cavab Y variantı olacaq. Bu da maraqlı sualdır. Aşağıdakı xromosomları təsvir olunan iki canlının çarpazlaşması zamanı aşağıdakı fenotipləri verilmişdir və mənə deyir ki, bu fenotipləri verən fərdlərdən hansılarına əmələ gələn qametlərdən ən azı birinin əmələ gəlməsi zamanı Krassingoverin baş verdiyini mütləq şəkildə söyləmək olar. Bunu da belə rahat yoxlama, belə deyim də, tapmaq üçün gəlin birinci Krassingoversiz qametlərin genotipini yazaq. Məsələn, bir düz xəttin üstündə olanları bütöv bir yerə salaq. Yenə də qoyun onda ağ vərəq götürüm. Demək, böyük C, böyük D bir düz xəttin üzərindədir. Böyük A, böyük B də digər düz xəttin üzərindədir. Yəni, belə bir Krassingovers qamet yarana bilər. Eyni zamanda böyük C, böyük D, kiçik A, kiçik B. Kiçik C, gəlin AB-ləri qabağa yazın bir dəqiqə. AB-ləri qabağa yazın, C-dilər. Çünki variantlarda elə verib. Sonra da daha rahatdır. Deməli, böyük A, böyük B, böyük C, böyük D. Eyni düz xəttin üzərindədir. Böyük A, böyük B, kiçik C, kiçik D. Yenə eyni düz xəttin üzərindədir. Kiçik A, kiçik B, böyük C, böyük D. Kiçik A, kiçik B, kiçik C, kiçik C, kiçik D. Bunlar eyni düz xəttin üzərindədir. Deməli, Krassingover getməzsə, birinci fərd mənə bu 4 sort qameti verə bilər. İkinci fərd isə homozigot olduğu üçün Krassingover getsə də, getməsə də mənə bir sort qamet verə bilər.
kiçik ya kiçik B qaməti, kiçik ya kiçik B, kiçik D qamətini verirlər. İndi oxuyuram fenotipləri. Yazıb böyük A, böyük B, böyük C, böyük D. Baxıram. Əgər bax bu crossing over siz qamət bax bununla birləşərsə, mənə böyük A, böyük B, böyük C, böyük D fenotipi verərmi? Verər. Çünki resessiv əlamətlər bu böyük dominantın yanında gizlin olaraq qalacaq və fenotipdə dominantın əlamətləri üzə çıxacaq. Deməli, bir crossing over getmədən baş verə bilər. Daha doğrusu əmələ gələ bilər. Buna görə biri götürmürəm. İkincidə deyir, gəlin elə 4-ə də baxın. 4-ə baxaq. Böyük A, bax bu qamət kiçik A, kiçik B, kiçik C, kiçik D. Bununla birləşəndə kiçik A, kiçik B, kiçik C, kiçik D fenotipli fərdi mənə verəcək. Deməli, bu da crossing oversiz yaranar. Amma digər 2 ilə 3 isə, baxın, böyük A, kiçik B. Əgər böyük A fenotipi almaq istəyirəmsə, tutaq ki, bundan və yaxud da bundan bunu çarpazlaşdırsam, tutaq ki, böyük A fenotipi alındı, amma kiçik B fenotipi yaranmır axı. Kiçik B fenotipi buradan yaranırsa da, onda bu zaman bax bu ikisinin də buradan birləşməsindən böyük A fenotipi yaranmır. Deməli, belə çıxır ki, crossing over getmədən mən ikinci fenotipi ala bilmərəm. 3 də həmçinin eyni qayda ilə baxın, qayıdın vərəqin üzərinə, sınağın üzərinə. Baxın, görürsünüz 2 və 3-ü mən heç cür crossing over getmədən belə bir fenotipi ala bilmərəm. Gərək bax burada bu böyük A ilə kiçik B crossing over getsin, gerdəyişmə eləsin ki, bununla birləşəndə 2 və ya 3 kimi fenotiplər əmələ gəlsin. Ona görə burada doğru cavab 2 və 3 olacaq. Yəni bu deməli fenotiplər yalnız crossing over getmək nəticəsində əmələ gələ bilər. 20-ci sual. Aşağıdakı canlıların neçəsinin aid olduğu sinfin nümayəndələri Lamarckın təklif olunan təsnifat sisteminin 5-ci pilləsində. 5-ci pilləsində balıqlar və sürünənlər yer alır. Balıq, sürünən. Deməli, 3 dənə fərd nümayəndələri. Neçəsi deyirsə, 3-ü burada yer almışdır. 21-ci sual bakteriya məsələsidir. Cədvələ əsasən Y plus Y-in X plus Y ifadəsinin qiymətini tapın. Bölünməyə sərf olunan zaman 2 saatdır. Elə buradan yazacağım. Bölünməyə məruz qalan maksimum bakteriya sayı deyirsə, deməli maksimum 20 dəqiqədən bir bölünəcək. 120-ni bölürəm 20-yə, tapıram ki, 6 nəsil əmələ gəlmişdir. Bölünməyə məruz qalan maksimum bakteriya sayı deyirsə, məruz qalan əmələ gələn say, yəni 2 üstü nəsil sayı, yəni 6, vurulsun başlanğıc say, bilmirəm nə qədədir, x, çıxılsın yenə başlanğıc say, mənə verəcək bölünməyə məruz qalan bakteriyaların sayını. Mən bu tənliyə həll eləyəndə 63x bərabərdir 252, x da bərabər olacaq 4-ə. Deməli, başlanğıc sayı tapdım, 4 dənədir. İndi deyir, 3-cü bölünməyə məruz qalan fərd sayı. 3-cü bölünməyə məruz qalanlar 2-ci bölünmədən əmələ gələnlərdir. Deməli, 2 üstü 2-lərdir. Bir də vuracam başlanğıc saya. 2 üstü 4, 2, 4, 4 vur 4 də 16. Deməli, 3-cü bölünməyə məruz qalan fərd sayı 16-dır. 16 ilə 4-ün cəmi mənə 20-ni verəcək. Doğru cavab A variantı olacaq. Davam edirəm. 22-ci sual. Deyir ki, onurğalıların yarım tipinə aid olan canlının bədən temperaturunun ətraf mühit temperaturuna asılılığı verilir. Deməli, bədən temperaturu dəyişmir, amma ətraf mühiti temperaturu arta gedir. Deməli, ya bu sabit bədən temperaturuna malik olan canlıdır, ya quşdur, ya məməlidir. Bu canlının aid olduğu sinfin ilk nümayəndələri ən tez hansı geoloji dövrdə ən tez, yəni məməlilər daha əvvəl quşlardan yaranıb. Bu isə ilk məməlilər Trias dövründə, Mezozoy erasının Trias dövründə yaranmışdır. Doğru cavab Y variantı olacaq. 23-cü sual. Periferik sinir sisteminin əmələ gəlməsində rol oynayır. Periferik, yəni mərkəzdən kənar deməkdir. Hissi neyronun aksonu da, dendriti də, cismi də, aksonu da mərkəzdən kənardadır. Aksonu həm də mərkəzə daxil ola bilər. Deməli, hissi neyronun hər bir şeyi, hissəsi, daha doğrusu periferik sinir sisteminin əmələ gəlməsində rol oynayır. Hərəki neyronun cismi, hərəki neyronun dendriti də, cismi də, aksonu da mərkəzdədir. Amma akson bir də çıxır mərkəzdən. Deməli, bunun ancaq aksonu periferiyada iştirak edə bilər. 2-ni götürmürəm. Ara neyronun heç bir şeyi mərkəzdən kənara çıxa bilməz. Ona görə ara neyronu ümumiyyətlə götürmürəm. Hərəki neyronun dendriti, bayaq dedik, kənarda ola bilməz. Hissi neyronun cismi ola bilər. Hissi neyron hər şey dedik, kənarda ola bilər.
Hərəki neyronun aksonu da kənara çıxa bilər. Hissi neyronun dendriti. Dedik ki, hissi neyronun hər şeyi 1, 5, 6, 7. Doğru cavab A variantı olacaq 23-cü sualda. 24-cü sual. İnsanın skeleti haqqında verilən fikirlərdən hansı doğrudur? Oxuyaq indi. Deyir ki, insanın kəllə skeletində hər üç növ sümük birləşməsi mövcuddur. İnsanın kəllə skeletində alt çənə gicgahla hərəkətli, yerdə qalan bütün sümüklər hərəkətsiz. Cəmi iki növ sümük birləşməsi mövcuddur. Deməli, bir doğru deyil, biri götürməyəcəm. İnsanın gövdə skeleti iki cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirə bilər. İki cür sümük iliyi olan sümüklər bu ətrafların istər yuxarı, istərsə də aşağı ətrafların sərbəst hissəsidir və onlar bilavasitə gövdə skeletinə birləşmirlər. Deməli, iki də yanlış fikirdir, bunu da götürməyəcəm. Yuxarı ətraf skeleti qarışıq sümüklə birləşmə əmələ gətirir. Yuxarı ətraf skeleti dedikdə həm sərbəst hissə, həm də qurşaq hissələr nəzərdə tutulur və onların da birləşdiyi bircə dənə sümük var, o da döş sümüdür, hansı ki yastı sümüyə aiddir. Deməli, 3 də yanlışdır, 3-ü də götürməyəcəm. 4-cü, yuxarı ətraf skeletində quruluşca bütün növ sümüklərə rast gəlinir. Yuxarı ətraf skeletində sərbəst hissədə uzun borlu sümüklər var, pəncə hissəsində həmçinin qısa borlu sümüklər var. Qurşaq hissəsində kürək sümükləri yastı sümükdür, körpücük sümükləri qarışıq sümükdür. Deməli, bütün növ sümüklərə rast gəlində 4-ü götürəcəm. 5-də deyir ki, gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər yastı və qarışıq sümüklərdir. Gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər sərbəst qabırğalardır, 4 ədəd, hansı ki birləşibdir fəqərəyə, döş fəqərələrinə, deməli bu qarışıq sümükdür. Bir də bir sümüklə birləşmə, gövdə skeletində bir sümüklə birləşmə əmələ gətirən sümüklər. Bu deməli yastı və qarışıq sümüklərdir. Nəyə birləşib demir? Yastı və qarışıq sümüklərdir deyir. Bəli, 4 ədəd qabırğa bu yastı sümükdür. Bir də sonuncu büzdüm sümüyüdür. Bu da 1 ədəd özündən əvvəlki fəqərəyə birləşibdir. Qarışıq sümükdür. Bəli, deməli 5 də doğru cavabdır. Götürə bilərəm. 4 və 5 cavabını götürəcəm. C variantı. 25-ci suala baxıram. 25-ci sualda nə deyir? 25-ci sualda deyir ki, buğda toxumu cücərərkən endospermində olan ehtiyat qida maddələri rüşeymə nə vasitəsilə daxil olur? Bir ədəd qalxan şəkilli ləpə yarpağı vasitəsilə daxil olur. Ona görə ləpə variantını götürəcəm. 26-cı sual. 26-cı sualda da deyir ki, yetkin qadında müəyyən müddətdə sarı cisimlərin ümumi fəaliyyəti 70 həftə olmuşdur və ovulyasiyaların sayını 28 günlük sikldə hesablamalıyıq. Bir ovulyasiya zamanı 14 gün sarı cisim fazlası olur, yəni 2 həftə, bu isə deyir 7 həftə olmuşdur. 70-i bölərəm 2-yə, eləyər 35. Doğru cavab A variantı olacaq. 27-ci sual, burada şəkildən verilən canlı haqqında doğru ifadələri seçin. Bu pəncə üzgəcili balıqdır. Qığırdaqlı balıqlara aiddir? Xeyr, qığırdaqlı balıqlara aid deyil, sümüklü balıqlara aiddir. Nəsli kəsilmiş canlıdır? Xeyr, nəsli kəsildiyi güman olunurdu, amma sonradan nümayəndəsi tapıldı. Bir qan dövranına malikdir. Bəli, bütün balıqlar bir qan dövranına malikdir. 3 doğrudur. 4 cüt qəlsəmə yarığına malikdir. Xeyr, sümüklü balıq olduğu üçün qəlsəmə qapaqlarına malikdir. Deməli, doğru cavab Y variantı olacaq. 28-ci sual. Hansı bitkinin aid olduğu müxtəliflik və mənşə mərkəzi şimal və cənub yarımkürələrində yerləşir? Yəni, ekvatoru kəsir. Bunlar da demişdik, CA-lardır. Cənubi Amerika, bir də Cənubi Asiya tropik. İndi baxaq buna aid olan qarğıdalı aiddir Mərkəzi Amerikaya, bu getdi. Düyü aiddir Cənubi Asiya tropik, ananas aiddir Cənubi Amerikaya. Bəli, onda bu cavabı götürə bilərəm. Ekvatoru kəsirlər, həm cənub, həm də şimal yarımkürəsində yerləşirlər. 28-də doğru cavab B variantı olacaq. 29-cu sual. Geoxronoloji cədvələ əsasən hansı daha əvvəl meydana çıxmışdır? İynə yarpaqlı bitkilərin yaranması devon. Yox, daş kömür. Üzr istəyirəm, daş kömür. Mil kök sisteminin yaranması, bu ilk toxum əmələ gələndə devon. Baş beyin qabığının yaranması, ilk dəfə sürünənlərdə rüşeym halında baş beyin qabığı yarandı. Bu da daş kömürü idi. Daş kömür. Onurğanın yaranması ordoik. Əlavə və yan köklərin yaranması ilk dəfə plankünlərdə yarandı, silur.
Deməli, ən əvvəl, ən qədimi ordovikdir. Bunların arasında D variantını götürəcəm. Sonra gəlir 30-cu sual. Səhv fikri göstərin. Atomların birinci növ miqrasiyasında iştirak edən canlı, səhvi seçməliyəm demək burada. Oxuyaq. Xemosintez edici ola bilər, ola bilər. Birinci növ miqrasiyası mikroorqanizmlərdə ola bilər. Fotosintez edici də ola bilər. Amma xloroplast, ümumiyyətlə plastit anlayışı bu yalnız ali bitkilərə məxsusdur və ali bitkilərin heç biri də bir hüceyrəli deyil. Ona görə burada yanlış cavab elə C variantı olacaq. Parazit də ola bilər. Bir hüceyrəli parazitlər var, bir hüceyrəli göbələk də var. 31-ci sual. İnsanın gövdə əzələlərinə aiddir. Bu da şəkildə 8-ci sinif dərsliyində şəkli var. Arxanın açıcı əzələsi bu gövdə skeletinə aiddir. 4 başlı əzələ budun, yəni aşağı ətrafın açıcı əzələsidir. Böyük döş əzələsi gövdə əzələsidir. Qarın əzələsi gövdə əzələsidir. 3 başlı əzələ isə bazunun açıcı əzələsidir. Gövdəyə aid oldu. Demək hansılar? 1, 2, 3. Yox, 1, 2, 3 yox. Bir dəqiqə. 1, 3, 4. Bəli, 1, 3, 4. Y variantı. 32-ci sual. Hansı xəstəliyin əmələ gəlməsində yalnız virus və bakteriyalar iştirak edir? Burada da olacaq faringit, meningiti də ona görə götürmədim ki, yalnız sözü var. Meningitdə həm virus, həm bakteriyalar, həm də protozoalar, hətta əlavə ədəbiyyatlarda siz göbələklərin də meningit əmələ gətirdiyini oxuya bilərsiniz. Doğru cavab B variantı olacaq. 33-cü sual. Verilmiş qida zəncirində yer alan canlılar haqqında doğru fikri seçin. İşıq düşür elin üzərinə, deməli el produsentdir. Və burada da yazıb el canlısı redusentdir, deməli bu doğru deyil. M canlısı ikinci dərəcəli konsument ola bilər. Baxıram, M canlısı, bax bu el bitkidir, bitkini yeyibdir. Eni də yeyibdir M, yəni ət yeyəndir, amma ola bilər ki, o, deməli, M canlısı ikinci dərəcəli konsument ola bilər, el produsentdir, N birinci dərəcəli, M isə ikinci dərəcəli konsumentdir. Bizdən də doğru fikri istəyir də. Bəli, ona görə 33-cü sualda doğru cavab B variantı olar, amma hamısını oxuyuram. N canlısı dovşan ola bilməz. N canlısı niyə dovşan olmasın ki? Dovşan bitki yeyəndə olar. K canlısı bir hüceyrəli canlısı ola bilməz. Ola bilər, çünki bu görürsünüz parçaladıqdan sonra yenidən ondan minerala çevirir maddəni və yenidən produsentlərə qaytarır. Yəni canlı təbiətdən cansız təbiətə, təbiətdən canlı təbiətə qaytaran produsentlərdir, eldir. Canlı təbiətdən cansız təbiətə qaytaran isə redusentlərdir, hansı ki ondan da bitkilər təzədən istifadə edərək onu canlı təbiətə qaytarır. Ona görə K canlısı bir hüceyrəli ola bilər, redusent ola bilər. M canlısı istehsalçıdır. Xeyr, M canlısı əgər hazır üzüm maddə ilə qidalanırsa, istehsalçı yox, istehlakçıdır. Deməli, burada doğru cavab oldu B variantı. 34-cü sual. Ağac dələnə bənzər birəbitdən bilirik ki, ağac birəbitdənləri var, yer birəbitdənləri var, silvilər var. Darwinin birəbitdənləri deyirik bunlara və ağac dələnə bənzər birəbitdənlər bir növdür. Hansı cinsə aiddir? Ağac birəbitdənləri cinsinə aiddir. Deməli, doğru cavab C variantı olacaq. 35-ci sual. 35-ci sualda nə deyir? Bitkilərin quraqlığa uyğunlaşması əlamətlərindən deyil. Oxuyaq bir-bir. Yarpağın tikana çevrilməsi, gövdədə suyun toplanması, köklərin dərinə getməsi, yarpaqların üzərində mum təbəqəsi ilə örtülməsi, bunlar hamısı su itkisinin qarşısını almaq üçün bir uyğunlaşmalardır və yaxud sudan maksimal dərəcədə torpağın dərinliyə gedərək kökün o sudan istifadə edə bilməsi üçündür, rütubətdən istifadə edə bilməsi üçündür. Qısacası quraqlığa uyğunlaşma əlamətlərindəndir. Amma hüceyrə şirəsində şəkərin çox toplanması bu soyuğa qarşı uyğunlaşmadır. Suyun miqdarını azaldır, hüceyrələr şəkərin, qlükozanın miqdarını artırır, donmanın qarşısını almaq üçün. Deməli, soyuğa qarşı oldu, quraqlığa qarşı yox. Doğru cavab D variantı. Dərinin epidermis qatında ola bilər. Yenə variantları oxuyaq. Canlı hüceyrələr epidermisin alt qatında, ölü hüceyrələr isə üst təbəqəsində olur. Qan damarları olmaz, çünki qan damarları əsl dəri derma qatındadır. 3-ü götürmürəm. Tər vəzlərinin axacaqları epidermisin üst qatına açılır. Ona görə bunu götürəcəm. Amma pi vəzləri və yaxud tər vəzlərin özünü desəydi, o zaman götürməzdim. Onlar derma qatında yerləşir. 1, 2, 4 cavabı doğru cavabdır.
37-ci sual. Cədvələ əsasən X və Y yuxu sikllərinin sayı, yuxu fazalarının sayı 8-dirsə, deməli 4 sikldən ibarətdir də. Çünki hər sikl 2 fazadan ibarətdir. Ləng yuxu fazası və tez yuxu fazalarından ibarətdir və yuxuya sərf olunan minimum zamanı istəyir məndən. Minimum zaman ləng yuxu fazasını mən 1 saatla hesablayaram. 4 vur 1 eləyir 4 saat. Tez yuxu fazasının 3-ünü 10 dəqiqə ilə hesablayaram. 3 vur 10 eləyəcək 30 dəqiqə. Sonuncusunu isə artdığı üçün minimum dediyi üçün 20 dəqiqə artıraram. Dəqiqəyə qədər artıraram. Eləyər 50 dəqiqə. 4 saat 50 dəqiqə. Deməli 4 sikl və yuxuya sərf olunan minimum zaman 4 saat 50 dəqiqə olacaq. 38-ci sual. Cədvələ görə baş beyin reflekslərinin hansı mərhələsi aşağıda göstərilən refleks qövsünün 3-cü mərhələsinə uyğundur? Bu refleks 5 mərhələdən ibarət reseptor, hissi yol, mərkəz, hərəki yol və işçi orqandan ibarətdir və deyir ki, nə deyir? Seyçinova görə deyir, baş beyin reflekslərinin hansı mərhələsi? Bunun 3-cü mərhələsini, yəni mərkəzə uyğundur. Seyçinovun baş beyin reflekslərinə görə də 1-ci mərhələ reseptorlarda əmələ gələn oyanmalardır. 2-ci mərhələ baş beyində yaranan oyanma və tormozlanma nəticəsində yaranan qavrayışlardır. Yəni elə mərkəzə 2-ci hissə uyğun gəlir. Doğru cavab olacaq 2-ci, yəni C variantı. Keçirik 39-cu suala. Burada da deyir ki, müasir bitkilərdə aşağıdakı dəyişikliklərdən hansı quraqlıq şəraitində yaşamağı təmin etməz? Oxuyaq. Yarpaq və gövdənin tükçüklərlə örtülməsi su itkisinin qarşısını alır. Ağcıqların dərinə keçməsi su itkisinin qarşısını alır. Yarpaq sayısının genişlənməsi su itkisini daha da artırar daha doğrusu. Quraqlıqla mübarizəyə tab gətirməz bu canlı. Ona görə də təmin etməz dediyi üçün mən C-ni götürərəm. Amma yarpaqlar tikina, iynəyə çevrilər, sahəsini kiçiltmək üçün üzəri də mum təbəqəsi ilə örtülə bilər su itkisinin qarşısını almaq üçün və gövdə və yarpaqlarda suyun toplanması da quraqlıqla qarşı bir uyğunlaşmadır. Məsələn, kaktusda, maldilidə, gövdədə, aloe və agavada isə yarpaqlarda suyun toplandığını bilirik. Və nəhayət 40-cı sual, cədvələ əsasən doğru mübahisəni müəyyən edin. A hüceyrəsinin nüvəsi yoxdur. Xlorofili var, hüceyrə divarı var. Deməli, bu bakteriya hüceyrəsidir. Oxuyuram A ilə bağlı fikirləri. A hüceyrəsi fotosintez edən eukariotdur. Eukariot olsaydı nüvəsi olardı. Deməli, bu düzgün deyil. A hüceyrəsi bitki hüceyrəsi ola bilər. Bitki hüceyrəsi olsaydı nüvəsi olardı. Deməli, bu da doğru deyil. A və B hüceyrələri ayrı-ayrı aləmə aid orqanizm hüceyrəsi ola bilməz. A-nın nüvəsi yoxdur, B-nin nüvəsi var. Deməli, bunlar ayrı-ayrı aləmlərədir, aiddir. Burada isə ola bilməz yazır. Deməli, bu da doğru deyil. A ilə bağlı fikirlərin heç biri doğru olmadı. İndi B-yə baxıram. B hüceyrəsinin nüvəsi var, xlorofili yoxdur, hüceyrə divarı var. Deməli, heyvan deyil bu. İndi oxuyuram. Çünki hüceyrə divarı varsa, bu heyvan hüceyrəsi deyil. İndi B ilə bağlı fikirləri oxuyuram. B çox hüceyrəli heyvan hüceyrəsi ola bilər. Dedik ki, bu ola bilməz. Ona görə ki, heyvan hüceyrəsində hüceyrə divarı olmur. Qılafın xarici qatı, xarici qılaf glikokalixdən ibarətdir. C-ni oxuyuram. B ilə bağlı simbiyoz yaşayan bir canlının hüceyrəsi ola bilər. Bəli, simbiyoz yaşayan bir canlının hüceyrəsi ola bilər. Məsələn, tutaq ki, nüvəsi var, xlorofili yoxdur, hüceyrə divarı var. Bu göbələk hüceyrəsi ola bilər və göbələk hüceyrəsi də simbiyoz yaşaya bilər. Məsələn, şibyənin tərkibində daimi simbiyoz əmələ gətirə bilərlər və yaxud da ağac kökləri ilə mikoriza, simbiyoz yaşaya bilərlər.